لقد حضرنا محاضرتين من المحاضرات المذكورة وعرفنا الكثير عن تاريخ نشوء الإسلام في القرن السابع وسيرورته خلال الربعين الأول والثاني لذلك القرن من الأديان العالمية كالبوذية واليهودية والمسيحية. Biz həmin mühazirələrin ikisində iştirak etdik və 7-ci əsrdə İslamın yaranma tarixi və həmin əsrin 1-ci və 2-ci rüblərində demək Buddizm, İudaizm və Xristianlıq kimi dünyəvi dinlərdən birinə demək çevrilməsi haqqında, seyrurati çevrilməsi haqqında çox şey öyrəndik. İndi qrammatik təhlil laqad ədatdır. Yəni feildən öndə işlənir, işin bitdiyinə dəlalət edir. Hadarna feildir, təsirli feildir, birinci şəxsdədir, həm kişi və həm qadın cinsindədir. Muhadarateyni bu artıq vasitəsi tamamlıqdır. Minəl muhadaratil məsqurati uzlaşan təyini söz birləşməsidir. Hər ikisi əl artiklı götürüb və cinsdə uzlaşma var. Və bağladı arafnəl kəsirə öyrəndik çox şeyi. Və arafnə arafə feilidir, təsirli feildir. Kəsira təsirli halındadır, vasitəsi tamamlıq. An tarixi nuşul İslam bu izafət birləşməsidir. Tarixi təyin, izafətin birinci tərəfidir. Təyinlənən üzr istəyirəm. Təyin və İslam da bizdən olacaq təyindir. Fil qarni səbi'i bu uzlaşan təyini söz birləşməsidir. Və seyrurəthi onun çevrilməsi xilalə rub'inil əvvəli və səni xilalə burada zərfi ön qoşmadır. Rub'ini bu təsniyədədir. Yəli və təsirli haldadır. Əvvəli bu yəlik halındadır. Və səni ikinci deməkdir. Lizəlikəl qarni li burada ön qoşma. Zəlikəl qarni yəni həmin əsr deməkdir. Sonra demək bu uzlaşan təyini söz birləşməsidir. Minəl ədyənil aləmiyyəti minəl ədyəni dinlər sözünün cəmidir. Aləmiyyəti nisbi sifətdir. Bu ikisi bir yerdə uzlaşan təyini söz birləşməsidir. Kə burada ön qoşmadır. Əl-buziyyəti nisbi sifət, vəl-yəhudiyyəti nisbi sifət, vəl-məsihiyyəti isə nisbi sifətdir.